Oturduğun yerdə telefona cərimə gəlir ki, artıq sizin filan məbləğdə cəriməmiz var. İlk ağlına gələn yer mənzilindən olur. Niyə yazılmalıdır? Özümdən ev aparası deyiləm ki. Bir müddətdir yaşayış yerlərində, xüsusilə də belə böyük kompleks ərazilərində sürücülər yaşadıkları binanın qarşısında avtomobillərini saxladıqlarına görə cərimələnirlər. Bunun səbəbi isə bəllidir. Məsələn, fondakı bu nəqliyyat vasitəsi kimi. Göründüyü kimi minik maşını yolun hərəkət hissəsində, yəni ikinci zolaqda dayanıb. Bəs maraqlıdır, sürücüləri belə qayda pozmağa nə məcbur edir? Binanın həyətidir. Saxlamağa yer olmadığı üçün mənə də xoş deyil ki, burada saxlayayım. Aparıb o tərəfdə saxlayarım da, binanın qabağında saxlayaram. Oradan bura bu yağışda yəni belə gəzə-gəzə gəlirəm ki, nə var, burada yer tapıb saxlamışam. Yaşayış yerinə gəliriksə, maşını da yaşayış məntəqəsində saxlamaq lazımdır. Cərimələr məsələn şoferlər özündən çıxar bala. Yaxşı eləyirlər, cərimələyirlər. Məsələn, maşınlar da yəni zibil qabının yanında. O da yazıb ki, maşını burada saxlama. Niyə də saxlayır? Məsələn, elə adam var saat 8-də, 9-da indi burada da işdən gəlir. O da qınamdan, məcburiyyətdən saxlayırlar. Sürücüləri yaşadıkları ərazilərdə qayda pozmağa məcbur edən və piyadalarla üz-üzə qoyan əsas səbəb budur. Parkovkası yoxdur, binanın parkovkası buradan ibarətdir. Parkovkaların sayı artmalıdır. Ya da ki, artmırsa da, məsələn, biz buradayıq da, yəni məcburiyyətdən saxlamışıq bu maşını burada. Bu biraz nəzərə alınmalıdır, mənim fikrimcə. Müəyyən qurumlar təşkil olunmalıdır ki, beləncə yerlərdə, yəni sırf park əraziləri qurulmalıdır və yaxud da bina altı parklar olmalıdır ki, vətəndaşların xoşuna deyil ki, yəni gətir maşını yolun ortasında saxlayır. Mütəxəssislər deyirlər ki, hazırda istismarda olan bir çox yaşayış binalarının həyətyanı sahələrində və zirzəmlərində parklama yerləri yoxdur. Mövcud olanlar isə tələbi qarşılamır. Belə olan halda bənzər problemlər ortaya çıxır. Bunun yeganə həll yolu sözgedən yerləri təşkil etməkdir. O vaxta qədər isə xarici ölkə təcrübəsindən istifadə etmək olar. Heç bir qanunda yazılmır ki, məsəl üçün gecə vaxtı ikinci zərgəyə dayanmaq olar, gündüz vaxtı olmaz. Belə bir şey yoxdur. Ona görə yeganə çıxış yolu burada, həmin o şərait yaranana qədər. Əgər ümumi kommunikasiyalara mane olmursa, tutaq ki, təcili tibbi yardım gələndə, yanğın söndürmə briqadaları gələndə, bax bu fövqəladə vəziyyətlərdə heç bir problem yaranmayacaqsa, dayanma və durmanın bəzi qaydalarına mədəni şəkildə göz yummaq olar. Başqa variant yoxdur. Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polis İdarəsindən bildirildi ki, yaşayış yerlərində, kompleks ərazilərində xüsusi reydlər vətəndaşların şikayətinə əsasən keçirilir. Amma hər kəsə cərimə yazılmır. Kobud qayda pozan sürücülər barəsində qanuna müvafiq tədbirlər həyata keçirilir. Elə yaratdığınız fürsətdən istifadə edərək bir daha həmin şəxslərdən xahiş edirik, eyni zamanda tələb edirik ki, qaydalara ciddi şəkildə riayət etsinlər. Nəzərə almaq lazımdır ki, yaşayış komplekslərinə bəzən zərurət yaranır, operativ nəqliyyat vasitələri də daxil olur. Onların hərəkətinə mane yaratmamaq üçün müəyyən edilmiş yerlərdə nəqliyyat vasitələrini parklasınlar. Əks halda məkandan asılı olmayaraq cərimə protokolu elektron formada özünü göstərəcək. Gündüz Vaqifoğlu, Ramiq Abbasov, İTV Xəbər.